Rusiyanın Krasnodar şəhərində baş verən adi bir ibadət səhnəsi Kreml yönümlü media tərəfindən anti-müsəlman isteriyasına çevrilib. 36-cı gimnaziya yaxınlığında küçədə sakit şəkildə namaz qılan bir kişi barədə Kremlə bağlı kanallar təxribat xarakterli və açıq-aşkar nifrət dolu paylaşım yayıb. Rus yönümlü kanallar hadisəni vəhşilik kimi təqdim edib. Uşaqlar şok keçirib kimi manipulativ ifadələrlə ictimai qorxu yaratmağa çalışıb. Paylaşımda qeyd olunur ki, hadisə məktəb, prokurorluq və vilayət məhkəməsinin yanında baş verib. Və bu yerdən məscidə cəmi 12 dəqiqəlik məsafə var. Yəni onların fikrinə görə həmin şəxs güya qəsdən küçədə namaz qılıb. Müşahidəçilər bildirirlər ki, bu sadəcə bir hadisə deyil. Putin hakimiyyətinin informasiya savaşında yeni cəbhə açmasıdır. Rusiya mediası hazırda sistemli şəkildə İslama və türklüyə qarşı düşmən obrazı formalaşdırır. Müsəlmanları ictimai şüurda şübhəli kimi təqdim etməyə çalışır. Əslində bu narahatlıq və təhlükə ritorikası Rusiya cəmiyyətini bölmək, diqqəti müharibə böhranından yayındırmaq üçündür. Çünki ibadət edən bir müsəlmanı terrorçu kimi göstərmək yalnız qorxunun, cahilliyin və təbliğatın nəticəsidir. Я же знаю, как на теплицах там у них это обрабатывается. У них просто устойчивый ко всему клещ, которого вывести просто невозможно. А соответственно, все остальные цветы тоже под угрозой. Убери голову. Ну что он делает?